Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunda müasir arxeologiyada tətbiq olunan yeni yanaşmalar və praktiki tətbiqlərlə bağlı təlim treninqlərə başlanılıb. Əsas təşkilatçılar Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu, Türkiyə Respublikasının Ege Universiteti və Bakı Dövlət Universitetidir. Treninqlərin keçirilməsi 2025-ci ildə Türkiyə Respublikasının Ege Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu arasında aparılan danışıqlar zamanı razılaşdırılıb. Belə ki, Türkiyəli mütəxəssislər Ege Universitetinin Arxeologiya bölümünün əməkdaşı dosent Zafer Derinin rəhbərliyi ilə arxeologiya sahəsində yeni tədqiqat üsullarının tətbiqi və təcrübə mübadiləsi məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunda treninqlər keçəcəklər. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər mövzusunda treninqlərin açılışı olub. Açılış mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli akademiya tarixində ilk dəfə olaraq qardaş Türkiyənin tanınmış elm adamlarının iştirakı ilə arxeologiya sahəsində təlimlərə başlanıldığını diqqətə çatdırıb. Akademik İsa Həbibəyli Azərbaycanla Türkiyə arasında çox cəhətli və dərin tarixi əlaqələrin mövcudluğunu qeyd edərək bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Azərbaycan xalqı Türkiyəni qardaş ölkə hesab edir və bu münasibətlərin təməlində 1000 illik ortaq tarix, dil və din birliyi dayanır. Akademiyada fəaliyyət göstərən 10 institut və 4 regional mərkəzin hər biri Türkiyənin müvafiq elmi qurumları və ali təhsil müəssisələri ilə o cümlədən Türkiyə Elmlər Akademiyası Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu və Türk Dil Qurumu ilə sıx elmi əlaqələr qurub və bu əməkdaşlıq uğurla davam etdirilir deyə akademik İsa Həbibəyli bildirib. Ammiya rəhbəri vurğulayıb ki, bu təlimlər çərçivəsində ilk dəfə olaraq Türkiyəli arxeoloqlar Azərbaycanlı həmkarları ilə öz təcrübələrini, tətbiq olunan yenilikləri və Türkiyənin arxeologiya sahəsində əldə etdiyi nailiyyətləri bölüşür. Alim bu təlimləri arxeologiya sahəsində atılan mühüm əməli addımlardan biri kimi yüksək dəyərləndirib. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyev bildirib ki, 3 gün davam edən treninqin əsas məqsədi Azərbaycanda son dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tətbiq olunan yeni tədqiqat üsulları ilə bağlı qardaş Türkiyənin təcrübəsindən yararlanmaqdır. Onun sözlərinə görə Türkiyədə aparılan arxeoloji tədqiqatların nəticələri və tətbiq edilən metodlar Azərbaycan tədqiqatçıları üçün böyük maraq doğurur və gələcəkdə ortaq tədqiqatların təşkilində bu təcrübələrdən geniş istifadə ediləcək. İnstitut direktoru həmçinin treninqin Azərbaycan Mədəniyyət Nazirliyinin mütəxəssislərlə birgə təşkil olunduğunu da diqqətə çatdırıb. O, Türkiyəli arxeoloq Zafer Derinlə əldə olunan razılaşmaya əsasən treninqlərin davamlı təşkilinin nəzərdə tutulduğunu vurğulayıb. Daha sonra Türkiyəli mütəxəssislər dosent Zafer Derin İzmir şəhərində yerləşən Yeşilova və Yasıtəpə arxeoloji abidələrdə aparılan arxeoloji qazıntılar, İzmir Bornova bələdiyyəsinin arxeologiya üzrə mütəxəssisi Mehmet Akif Ərdəm, arxeoloji qazıntılardan istifadə olunan üsullar və Ege Universitetinin arxeologiya bölümünün elmi işçisi Özgen Çelik arxeoloji çöl tədqiqatlarında sənədləşdirmə, qeydiyyat və ətraf mühitin təhlili mövzuları üzrə treninqlər keçiriblər. Leyla Naymi qızı, Ziyaxudiyə Fərdə Şımov, Elm TV.